Şeytan daşlamaq özü absurddur. Nə oldu? Şeytan orada nə gəzir? İndiyə qədər milyonlarla insan daşlayıb bunu öldürə bilmədilərmi? Buna dəyərmi? Məqsəd budurmu? Orada gedib fırlanmaqdırmı? Sonra Səfa Mərvə arasında qaçmaqdırmı? Sonra gedib güya şeytan dayanıb orada daş atmaqda ölmədimi? Bitmədimi? Atanlar bəzən elə olurdu ki, arxadan elə atırdılar ki, məsələn İndoneziyadan gələn insanlar Bəs nədir? Heç bir zaman bu deyək ki, Kəbə olsa, bunun ətrafında fırlanmaq sənə heç bir şey qazandırmır. Bunun ətrafında fırlanmaq sənə heç bir şey qazandırmır. Sadəcə daşın ətrafında hərlənirlər, fırlanırlar. Orada dövrə vurduğum zaman bu mənə nə qazandırır? Biz İbrahimə və İsmailə evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin dedik. Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi təvaf etsinlər. Orada Səfa Mərvə deyilən bir anlayış var. Orada qaçmaq, orada hərəkət eləmək sənə heç nə qazandırmır. Həqiqətən Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim müqəddəs evi həc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Məqam-ı İbrahim deyilən bu boyda bir yer çıxarıbdılar. Güya İbrahim Peyğəmbərin ayaq izidir. Orada aydın nişanələr, İbrahimin məqamı vardır. Güya İbrahim Peyğəmbərin ayaq izidir, onun arxasından namaz qılırsan, bu bütpərəstliyə aparan səbəbdir. Biz müqəddəs evi insanlar üçün ziyarət və əminamanlıq yeri etdik. İbrahimin dayandığı yeri namazgah edin. Yəni, bu anlayış ola bilməz axı. İslam bundan ibarət deyil ki, hər hansısa bir insanlar pul yığsınlar, gəlsinlər, orada fırlansınlar, ondan sonra Səfa Mərvə arasında qaçsınlar, saçını kişi xeylaqları qısaltsınlar. Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruç tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Allah öz elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əminamanlıqla başlarınızı qırxdırmış, bəzilərinizdə saçlarını qısaltmış halda və qorxmadan Məscid-ül Hərama daxil olacaqsınız. Oranın xüsusi müqəddəsliyi anlayışı yoxdur. Bizim müqəddəs torpaqlarda nə işimiz var? Ümumiyyətlə, hamı həccə getməlidir. Yəni burada başqa bir məsələyə yanaşaq. Birincisi müqəddəs torpaq anlayışı varmı? Oda yaxınlaşdıqda bir səda gəldi. Ey Musa, həqiqətən mən sənin Rəbbinəm, başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən. Ey qövmüm, Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz. Allah orada duaları daha çox qəbul edirsə, orada yaşayanlar keyfdədir ki. İstədikləri vaxt, elə gedim bir dənə dua eləyim, orada dua elədim, qaydanda gördüm ki, Ferrari həyətimdədir. Bir dənə mənim ora gedib dua eləməyimlə olacaqsa, o zaman 30 il əvvəl elə
bütün günü Allahşükür Paşazadə deyirdi ki, biz orada dua eləyirik. O duanın nəticəsini gördünüz nə idi? Ölkə başçısı əməli ilə, proseslərlə, dronlarla, bizim o şəhid olan canlarımızla bir arada girildi və torpaqlarımız işğaldan azad edildi və salam. Yoxsa mən Məkkəyə getdim, bunu dua elədim. Niyə? Nə olur? Yəni dua eləməklə onlar hamısı qorxub qaçacaqmı? Yəni bizim problemimiz bundadır ki, biz həqiqətən düzgün analiz eləmirik. Bizim problemimiz bundadır ki, biz həqiqətən düzgün analiz eləmirik. Mən xoşbəxt adamam ki, 4 dəfə Məkkə ziyarətində olmuşam. 1 dəfə rəhmətlik atamla, 3 dəfə isə prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Və hər bir insanın ürəyində nə varsa mənim ürəyimdə də eyni duyğulardır. Və etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim ki, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək. O xoşbəxtliyi bizə nəsib etsin. Biz yenə də dədə-baba torpağımıza qayıdaq. Və bugün burada vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Və bir də Allah'a şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Bütün insanlar mı həccə getməlidir? Xeyr. Niyə həccə getməlisən? Niyə həccə getməlisən? Bu gün müsəlman olmayanların ora getməsinə qadağan eləyibdilər. Haram olduğunu deyirlər. Bu gün müsəlman olmayanların ora getməsinə qadağan eləyibdilər. Haram olduğunu deyirlər. Ey iman gətirənlər! Həqiqətən də müşriklər murdardılar. Odur ki, özlərinin bu ilindən sonra Məscid-ül Harama yaxınlaşmasınlar. Məscid-ül Harama yaxınlaşmasınlar. Təsəvvür edin təkcə həcc biznesindən təşkilatçı olaraq həmin ölkənin qazancı 30 milyard dollardır. Mən də deyirəm ki, baxın, getmək istəyirsən get, heç kim heç nə deyə bilməz. İnsanlar bu günlərim Antalya'da da gedir, Bodrum'a da gedir, Maldiv adalarına da gedir. İnsanlar turist kimi kim hara getmək istəyir özü bilər. İstəyir məsələn Miami'yə getsinlər, istəyir Maldivə getsinlər, istəyir Kəbəyə getsinlər, özləri bilər. Mən də o səhv eləmişəm. İndi də gedərəm, ancaq onların dediyi formada deyil. İndi getsəz nə edərsiniz? İndi getsəm sadəcə kənarda müşahidə eləyərəm, videolar çəkərəm. Rabbimə şükürlər olsun, mən hacda da olmuşdum, daha öncə umrədə də olmuşdum. Bu umrəmin bana çok güzel yanları oldu, hayatıma çok güzel katkıları oldu. İnşallah inanıyorum ki bu dönemden sonra da bu umrenin bana kazandırdıklarını hep hayatımızın sonuna kadar, inşallah ahirete kadar devam ettiririz diye düşünüyorum. Niyə həccə getməlisən? Niyə həccə getməlisən? Müəyyən qədər pul yığdın, getdin orada sən nə edirsən axı? Bura sənə nə verdi? Yəni bu idi min məqsəd. Müqəddəs evi ziyarət etmək insanların yoluna gücü çatan hər kəsin Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.